Salamlayıram hər kəsi müəllimlər. Bu günləri sizə sertifikasiya müsahibə suallarını təqdim edirəm. Həm dünən, həm bugünkü sualları. Demək, belə suallar verilib. Refleksiyanı soruşdular. Refleksiya yəni nə deməkdir və həmçinin siz seçdiyiniz icmalda refleksiyanı necə aparırsınız? Refleksiya nədir? Şagirdin mənfi müsbətlərini üzə çıxaran, müəllim üçünsə təlim keyfiyyətini aşkarlayan bir məqamdır. 3-2-1 BB iş üsulları vasitəsilə aparıla bilər. Vasitə olaraq çıxış biledi, müsahibə, müzakirə, sual-cavab və s. də təşkil edilə bilər. Refleksiya dərsinin istənilən mərhələsində aparıla bilər. Keçid alırıq digər suala. Qiymətləndirmə meyarından qiymətləndirmə səviyyəsinin fərqi nədir? Bunu müəllimlərimiz biraz qarışıq yazıb tələsik. Qiymətləndirmə meyarı ilə qiymətləndirmə səviyyəsinin fərqi nədir? Qiymətləndirmə meyarı təlim məqsədinə uyğun şəkildə çıxarılır və hansı ki biz hansı bilik bacarığı mənimsətmişik, həmin bilik bacarığı da xüsusiyyətləri nəzərə alaraq eynən meyar təşkil edirik, meyarlar hazırlayırıq. Keyfiyyət səviyyəsi isə 4 dənədir. Çox yaxşı, yaxşı, kafi, qeyri-kafi. Hansı ki bu meyarlarla keyfiyyət səviyyəsi birləşəndə meyarlara uyğun keyfiyyət səviyyəsi olub rubriki təşkil edir. Keçid alırıq digər sualımıza. Bir dənə meyar üzrə qiymətləndirmə elə dedi. Meyar üzrə qiymətləndirmə deyəndə artıq biz seçdiyimiz icmalın təlim məqsədinə uyğun çıxardığımız meyarı deyirik və həmin meyara uyğun rəy veririk. Rəyi də verərkən diqqətli olursunuz. Şagirdin birinci müsbətini, düzgün etdiyini, sonra səhv etdiyini, daha sonra həmin səhvi necə düzəltməlidir istiqamətini verirsiniz. Keçid alırıq digər sualımıza. Şagirdə sual vermişsiniz 2 dəqiqədir susur. Nə edərsiniz? Biz bilirik ki, şagirdə düşünmə vaxtı mütləq şəkildə verilməlidir. Şagird öz fikirlərini tam toplaya bilsin. Ola bilər ki, biraz fikri dağınıq ola bilər, gec başa düşən bir şagird ola bilər və yaxud da həyəcanlı ola bilər. Müxtəlif situasiyalar. Düşünmə vaxtı maksimum 1 dəqiqədir, 2 dəqiqə gözləmək olmaz. Biz ona bildirərik ki, eybi yox. Əgər sualın cavabı dərhal yadına düşsə, vərəqə də yazıb bizə cavablandıra bilərsən ətraflı və özünə məxsus şəkildə. Amma 2 dəqiqə gözləmək düzgün deyil. Maksimum 1 dəqiqə düşünmə vaxtı veririk. Nəyə görə həmin şagirdə də motivasiya edici, stimul verici cavab veririk? O gələn dəfə cavab verəndə deməsin ki, mən gec cavab verirəm deyə, onsuz da müəllimə 1 dəqiqədən artıq məni gözləməyəcək. Daha sonra digər sual verilib bizə ki, İlk dərs dediyin sinifdə şagird sual verməkdən çəkinir, nə edərsən? İlk dərs dediyim sinifdirsə, mən birinci orada sağlam psixoloji mühit yaradıb, pozitivlik, yüksək enerji, şagirdlərin meylləri ilə, maraqları ilə tanış olmalıyam. Onları pozitivliyə kökləməliyəm. Hər birinizin fikri mənim üçün çox dəyərlidir. Sual vermək istəsəz, nə isə bir fikriniz olsa, öz münasibətiniz olsa, buyurub əlinizi qaldıraraq deyə bilərsiniz. Yəni sizin hər bir kəlməniz mənim üçün böyük bir önəm daşıyır. Və biz necə öyrənə bilərik? Sual verərək. Biz öz mənfiliklərimizi, bilmədiklərimizi inkişafa getmək üçün hansı addımı ata bilərik? Sual verərək öyrənə bilərik. Ona görə də kimin nə sualı varsa çəkinmədən şifahi şəkildə və yaxud da yazılı şəkildə verə bilər. Hətta bunu şagirddə formalaşdırmaq üçün biz nə edirik? Müxtəlif iş üsulları var ki, o iş üsulları vasitəsilə bütün şagirdləri bu fəaliyyətə cəlb edirik ki, həmin şagird öz yoldaşları ilə birlikdə həm həvəslənəcək, həm də sual verməkdən çəkinməyəcək. Düzdür, bu bir dəfəlik iş deyil, bu mütəmadi aparılmalıdır ki, formalaşsın. Daha sonra meyar soruşulub yenə də, bayaq bunu izah elədim sizin üçün. Mövzunu seç, təlim nəticəsini de, icmaldan bu formada soruşulub. Rəydir, hansı ki konstruktiv rəy, mən sizə dedim, çox yaxşı keyfiyyət səviyyəsində idraki rəydir, sən bunu düzgün edirsən, düzgün şərh edirsən, mükəmməl şəkildə yerinə yetirirsən. Bu çox yaxşının belə deyək, rəyidir, hansı ki konstruktiv rəydir, amma idraki olaraq verilir. Artıq fəaliyyət mükəmməldir deyə idrakını, qavramasını, anlamasını və tətbiqini dəyərləndirirəm. Amma qeyri-kafi, kafi, yaxşıda isə konstruktiv rəydir ki, bayaq onu izah etdim. Sonra digər sualımız nə verilib bizə? Neçə dəqiqə müəllimlər?
Aha, dünən verilən suallardan biri də belədir. Bəzi şagirdlər qrup işi zamanı digər şagirdlərlə birlikdə işləmək istəməsələr nə edərsiniz? Əgər bir qrup şagird və yaxud bir neçə şagird digər qrupla biz işləmək istəmirik deyirlərsə, biz zaten proaktiv müəllim yanaşmasında olub, həmin şagirdlərin münasibətlərini bilib, bu şəkildə təşkil etməyimiz qrup işini daha gözəl olar. Nəyə görə? Təlim zamanı konflikt baş verməsin, yoxsa nəinki həmin şagirdlər digər şagirdlərin də psixoloji durumuna və narahatlığına gətirib çıxaracaq. Amma həmçinin də biz çalışırıq ki, şagirdlərə izah edək ki, məsələn, bunun başqa bir versiyası da verilib. Şagird qrup işini sevmir, qrup işini işləmək istəmir. Biz şagirdlərə izah edirik ki, müəllimində, şagirdində hər bir şəxsin həm vəzifələri, həm hüquqları var. Amma əməkdaşlıq etmək, öz yoldaşları ilə əməkdaşlıq etmək, müəllimin verdiyi tapşırıqları yerinə yetirmək hər bir şagirdin vəzifəsidir. Ona görə də siz bu günləri qrupla işləyirsiniz, əməkdaşlıq edirsiniz, biliklərinizi bölüşürsünüz. Bu sizin vəzifənizdir. Amma əlbəttə ki, hüquqlarınız olduğu zaman siz öz iradlarınızı bildirə bilərsiniz. Və həmçinin də şagirdlərin qrup işində imtina etməsini biz qəbul etməməliyik. Əgər qrup işi olmasa, sosiallıqdan, ictimaiyyətdən, hətta dostluq, yoldaşlıqdan kənar duracaqlar. Ünsiyyət belə olmayacaq orada. Amma bu tipli sual var ki, şagirdlər bir qrupda işləmək istəmir. Bu zaman biz dərsdən öncə bunu ya nəzərə ala bilərik və həmçində proaktiv müəllim yanaşmasında olub heç şagird demədən bunu təşkil edə bilərik. Daha sonra təlim nəticələri nədir? Müəllimlər, təlim nəticələri dediyimiz kimi alt standartdan çıxardığımız şagirdlərin müəyyən bilik bacarığa sahib olacağı bir nəticələrdir, öncədən təşkil edirik. Və belə bir sual da verilib. Təlimin əvvəlində qoyduğunuz məqsədlə sonda təlim nəticəniz üst-üstə düşmür. Nə edərsiniz? Təlimin əvvəlində qoyulan təlim məqsədi və yaxud təlim nəticəsi demək olar ki, eyni anlayışdır. Amma xüsusiyyətlərinə görə biz bunu ayırırıq. Təlim məqsədini dərsin əvvəlində qoyuruq, təlim nəticəsində dərsin sonunda çatırıq. Ona görə də çalışmalıyıq ki, əvvəldə qoyduğumuz məqsəd düzgün çıxarılsın. Hansı ki, alt standartdan çıxararkən. Həmin məqsədə çatmaq üçün seçdiyimiz iş üsulları, iş formaları, metodlar, yəni bir növ strategiya, taktikalar düzgün seçilsin ki, sonda biz həmin təlim nəticəsinə çata bilək, yəni nəticəni əldə edə bilək. Yox, əgər artıq üst-üstə düşməyibsə, deməli biz əvvəldən təlim məqsədini və yaxud da strategiyalarımızı düzgün seçməmişik. Mütləq şəkildə deduktiv dərs təşkil eləmək vacibdir ki, həmin təlim effektsizdir, şagird bu dərsi anlamayıb, qavramayıb və bunun üstündən ötüb keçib induktiv dərs keçmək olmaz. Birinci köhnə dərsi möhkəmləndirib anladıb, sonra yeni mövzulara keçid ala bilərik. Daha sonra digər suallardan valideyn öz övladı ilə maraqlanmırsa nə edərsiniz? Valideyn öz övladı ilə maraqlanmırsa, bu zaman biz valideynə xatırladırıq ki, bu sənin vəzifəndir. Valideyni maarifləndiririk, valideyni istiqamətlendiririk və həmçinin də valideynə müxtəlif situasiyaları düşünməsini, belə deyim, xahiş edirik ki, bu haqda bir düşünsün, bu haqda bir özü üçün istiqamət götürsün. Övladı ilə maraqlanmırsa, pis vərdişləri ola bilər övladının. Çünki o məktəbdən kənar bunlarla məşğul ola bilər. Məktəbdə biz nəzarət edirik, amma məktəbdən kənar müəllim artıq şagirdi görmür. Və yaxud da onun təhsili ilə maraqlanmasa, tək tərəfli heç bir şey olmur. Və valideyni əməkdaşlığa dəvət edib, övladı ilə maraqlanmasını ona məsləhət görüb və nəhayət ki, valideynin belə deyim, bu tipli mənfi xüsusiyyətlərini aradan götürmək olar. Şagirdin mövzunu necə mənimsədiyini necə müəyyənləşdirirsiniz? Əlbəttə ki, refleksiya vasitəsilə. Elə refleksiya bundan ötürüdür ki, birinci şagird biliyi bacarığa çevirir, tətbiq edir, daha sonra da refleksiya eləyirik. Artıq tam əmin oluruq ki, şagird mövzunu nə dərəcədə mənimsədi. Maraqlı motivasiyanı necə qurarsınız? Maraqlı motivasiya ilə şagirdin meylinə, marağına uyğun qurulan motivasiyadır ki, burada da daha çox şagirdlər necə öyrənir? Əyaniliklə, əyani vəsaitlərlə, demonstrasiya metodundan, yəni fraqmentlərlə, slaydlarla öyrədərəm. Bu həm şagird üçün maraqlıdır, həmçinin də şagirdin meylləri, maraqları da elə buna uyğun gəlir.
Refleksiyanın mahiyyəti bunu izah eləmişəm bayaq sizə. Digər suallarımız. Qrup işi təşkil edirsiniz, bütün qruplara eyni tapşırıq vermək məqsədə uyğundur. Xeyr, belə deyək, biz bir şey yadda saxlamalıyıq. Burada iki məqam var. Ya şagirdlərə eyni tipli tapşırıq verirsiniz. Sualda iki məqamat oxunur müəllimlər. Qruplara eyni tipli tapşırıq verirsiniz. Bəli, qruplara eyni tipli tapşırıqlar verib sadəcə variantlarını ayrı-ayrı götürmək olar. Bu problem deyil. Və yaxud da biz eyni tipli tapşırıq verib görək hansı qrup bu suallara daha gözəl cavab verəcək, bu da olar. Amma biz şagirdlərə ümumi şəkildə tapşırıq ötürürüksə, bu zaman demişik təlimdə bərabər imkanları nəzərə almaq şərti ilə şagirdlərin müxtəlif potensiallarını nəzərə alaraq onlara müxtəlif çətinlik dərəcəsi olan tapşırıq verilməlidir. Amma qrup işində variantlar üzrə eyni tipli suallar da ola bilər. Bu artıq müəyyən iş üsullarına görə dəyişir. Yox, iş üsulu yoxdursa, elə eyni tapşırıqlar veririk biz qruplara ki, həmin qrupun, hansı qrupun daha gözəl, fəal çıxış etməsini biz görəcəyik burada. Və həmçinin də burada yenə də təlimdə bərabər imkanlara riayət edirik. Şagirdlərə izah edirik ki, burada yarış tipli deyil, əksinə biz öyrənirik və öz yoldaşlarımıza öyrədirik burada. Keçid alaq digər sualımıza. Qrup işi təşkil etməzdən öncə nə edirsiniz? Sinifdə qaydalar, prosedurlar qoyulur ki, sinifdə sağlam psixoloji mühit pozulmasın, heç bir konflikt, münaqişə olmasın, xaotik səs-küy yaranmasın və şagirdlərdə müxtəlif problemlər aşkar olunmasın. Və həmçinin də qruplar heterogen qruplar təşkil edilir ki, müxtəlif xüsusiyyətə malik şagirdlər olmalıdır. Yaxşı oxuyan, orta oxuyan, zəif oxuyan, belə. Sonra bu qədər. Bir mövzuya 2 saat vaxt verilib. Necə tədris edirsiniz? Bir mövzuya 2 saat vaxt verilibsə, yəni belə deyək, biz bu zaman çalışırıq ki, həmin mövzunu 45 dəqiqəyə sığışdırırdıq əvvəllər. Əgər bir mövzuya 2 saat vaxt verilibsə, demək ki, bu mürəkkəb bir mövzudur. Biz çalışarıq ki, mövzunun bir hissəsini tam olaraq mənimsədib bir dərsdə, gələn dərsdə onu tətbiq elətdirək. Və yaxud da həmin mövzunu 2 hissəyə bölək. Mənimsədək, tətbiq etdirək, sonra yenə mənimsədib, tətbiq etdirmək olar. Buna da deyirik, birbaşa təlim metodu ilə təşkil eləmək olar ki, Rosenstein'in prinsipləri ilə bu zaman həm effektli olacaq, həm də şagird hissə-hissə anlayıb, tətbiq etdikdə, yoxlanıldıqda daha gözəl başa düşür, daha effektli olur. İzlədiyiniz üçün təşəkkür edirəm. Hər birinizə uğurlar. Mən bu saatda heç vaxt izah çəkmirdim, amma mənim müəllimlərimin çox saylı xahişləri və həmçinin həyəcanları nəticəsində mən onları tək qoya bilməzdim. Həmçinin də YouTube izləyicilərimi. İzləyin, bəyənin, paylaşın, abunə olun və həmçinin də ödənişli olaraq bilirsiniz ki, hazırlıqlarımız davam eləyir. 2 günə də, 3 günə də, 4 günə də bu nəticəni əldə edə biləcəksiniz. Əgər istəyirsinizsə yüksək nəticə və bilmədiklərinizi öyrənib hazır şəkildə müsahibəyə getmək, buyurun müraciət edə bilərsiniz. Əlbəttə qiymət də sizə münasib olacaq. Təşəkkür edirəm.